Bugün Naxçıvan müəllimlərin sertifikasiyaya düşən suallarını, imtahandan çıxanlar sualları belə bizə çatdırıblar. Müslüm Maqamayev hansı əsər Xalq Dastansiyasında yazmışdır? Şah İsmail. Xalis Prima intervalını təyin edin. Do, do. Tosca operasında Skorpion, Rigoletto operasında Hersogun arası kimi səsləndirmişdi? Müslüm Maqamayev. Süleyman Ələsgərovun Azərbaycan musiqisində ilk təyin təməlini, nəyin təməlini qoymuşdu? Sözsüz mahnı təməlini qoymuşdu. Proster Menimenin eyni adlı novellasının motivləri əsasında yazılan əsər hansıdır? Carmen. Puccini Tosca operasında Cavaradossi obrazını hansı ifaçı səsləndirib? Murtuza Məmmədov, yəni Bülbül. Üzeyir Hacıbəylinin əsərləri düzgün verilmiş variant hansıdır? Gəlin bunu bircə eləyək. Əvvəlkən təkillədim, amma dedim qoy sizinlə eləyim. Çurovlu və ər və arvad. Bəli, düzgün variant budur. Minor qammasının paralel minorunu hansı üsulla təyin edirik? Major qammasının. Major qammasını biz 3 pillə aşağı düşməliyik, amma kiçik tersiyə düşürük. Yuxarı, xeyir, aşağı. Ay, əlim dəymişdi acaba. Rəqs ansamblının tərkibində rəqsi müşahidə edən zərbi alət nağaradır da, bunu hamımız bilirik. Müəllim zil qadın səsindən ibarət xor hazırlar. Xorda istifadə olunan səs partiyası hansı? Zil qadın səsi, soprano. Hansı variantda verilən interval xalis kvarta deyil? Do, fa, 2 ton yarımdır, xalis kvartadır. Re, solda, yenə 2 ton yarımdır. Mi, lia. Mi, lia. Bu yadda qalsın. Fa, si. Mi, lia, xalis kvartadır. 2 ton yarım olacaq. Mi, lia. Mi, fa, diye, sol. Yarım ton, 1 ton düşür fa diyezə, 1 ton yarım, 2 ton, 2 ton düşür. Fa, si. Düz tapdıq. Küçələrə söz yapmışam. Xalq mahnı, səs və fortepiano üçün kim işləyib? Təbii ki, Fikrət Əmirov. Düz həll etdik. Bu Naxçıvanın Müslüm müəllimlərinə düşən suallardır. Mən bunu sizə